Hər vaxtınız xeyir dəyərli izləyicilərim. Bu günləri hər kəsi heyran edəcək dən-dən qalan toyuqlu və noxudlu plov hazırlayırıq. İlk olaraq uzun düyünü yaxşıca yuyub 2-3 saat suda isladırıq. Daha sonra qaynadılmış duzlu suda bişiririk, amma tam yox, düyü biraz çiy qalmalıdır. Soğanları nazik-nazik yarım halqa şəklində, toyuq filesini isə kub şəklində doğrayırıq. Duru yağda toyuq filesini suyu çəkilənə qədər bişiririk. Daha sonra soğanları bura əlavə edib yumşalana qədər bişiririk. Ədviyyatlardan duz, istiot və biraz da zirə əlavə edirik. Biraz qovurub sonda da bişmiş noxudu əlavə edirik. Bir neçə dəqiqə ərzində bişirib ocaqdan götürürük. Qazana əvvəlcə biraz düyü əlavə edib üzərindən də sarkök səpirik. Daha sonra hazırladığımız noxudlu, toyuqlu qarışımı bura əlavə edirik. Bu şəkildə laylay yığırıq. Ən sonda düyünün üzərində dəliklər açıb ora kərə yağı əlavə edirik. Daha sonra üzərinə də kağız salfet qoyub qapağı örtülü halda ən zəif odda dəmə qoyuruq. Hardasa 1 saata plovumuz dəm alır. Və budur dostlar, ətirli plovumuz hazırdır. Həm görünüşü, həm də dadı möhtəşəmdir. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Hələlik.